Növbəti mövzumuz məmulatların konstruksiya edilməsi, düzbucaqlı və müxtəlif formalı detalların çertyoju mövzusudur. Konstruksiya etmə məmulat hazırlanmasının ən vacib başlanğıc mərhələsidir. Konstruksiya latın dilindən tərcümədə quruluş deməkdir. Konstruksiya etmə, məmulatın xəyali təsəvvüründən başlayaraq onun qrafik sənədlərinin işlənməsinə kimi üzərində görülən fəaliyyətlər bu mərhələdə öz əksini tapır. Biz konstruksiya etmədə məmulatın eskizini, texniki rəsmini, çertyojunu işləyirik. Daha sonra materialları seçib məmulatın təcrübi nümunəsini hazırlayırıq. Onun möhkəmliyini də, işləmə qabiliyyətini də yoxlayırıq. Daha sonra qüsurları aradan qaldırmaq şərti ilə onun üzərində mükəmməl nəticə alınana qədər təkmilləşdirmə fəaliyyətlərini, işlərini yerinə yetiririk. Konstruktor quruluşçu deməkdir. Məmulat üçün bir neçə variant düşünür. Konstruksiya etmədə variantların çoxluğu variativlik adlanır. Variativlik də məmulatın dizaynına, onun quruluşuna və xarici görünüşünə xas olan cəhətdir. Daha sonra konstruksiya edilən məmulat möhkəm, etibarlı, az xərc aparan və texnoloji olmalıdır. Hazırlanmasına mümkün qədər az vaxt, maddi vəsait, əmək və material sərf olunan məmulat texnoloji hesab olunur. Möhkəm məmulat dağılmadan ona verilən yükü qəbul edir. Yəni üzərinə nə qədər ağır yük qoysaq da o yükü daşıya bilirsə bu məmulat möhkəm məmulatdır. Müəyyən olunmuş istismar müddəti ərzində dayanmadan işləyən məmulat etibarlı hesab olunur. Yəni davamlı olaraq bir əşyadan biz istifadə ediriksə və bu məmulat bu müddət ərzində xarab olmursa, qırılmırsa, bu məmulat etibarlı hesab olunur. Qənaətli məmulatda ucuz başa gəlir və istismar zamanı əlavə xərc tələb etmir. Bütün bu verilən xüsusiyyətlər məmulatın keyfiyyətli olması deməkdir. Yəni onun texnoloji olması, möhkəmliyi, qənaətli olması, daha sonra etibarlı olması onun keyfiyyətli olduğunu göstərir. Oduncaq emalında ən geniş yayılmış detallar düzbucaqlı və ən kəsi, dairəvi, silindir və konu şəkilli olanlardır. Baxın, burada silindiri və konu şəkilli detallar verilib. Bel üçün dəstək, formasına baxın, sanki karandaşa bənzəyir. Yəni testdə əgər sizdə uyğunlaşdırma düşərsə, bu açar məqamlarını yadınızda saxlayın. Daha sonra stolun ayağı, görürsünüz başında çıxıntısı var. Kartof əzənin digərlərindən onsuz da o fərqlənir. Kartof əzənin başı daha genişdir. Yeyə və iskənnə üçün dəstək. Daha sonra taxta çəkic üçün dəstək. Bunlar silindiri və konu şəkildə olan detallarımızdır. Düzbucaqlı formada olan detallar isə stol və stulların oturacaqları, yeşiklərin divarları düzbucaqlı formasındadır. Taxta çəkiclərin, xəkəndazların, yeyələrin dəstəkləri, onların detalları silindiri və konu şəkilli detallardır. Baxın, burada şəkildə də qeyd olunmuşdur. Məmulatın hazırlanması üçün onun biz eskizini, texniki rəsmini, çertyojunu yerinə yetiriləndən sonra biz onun hazırlanmasının mərhələsinə keçirik. Yəni, hər hansı bir məmulatı hazırlamaq üçün ilk öncə onun qrafik sənədlərini işləmək lazımdır. Burada şəkildə bir neçə detaldan ibarət olunan oduncaq məmulatları göstərilib. 2 detaldan ibarət olan, baxın, 2 detaldan, düzbucaqlı başlıqdan, silindiri şəkilli dəstəkdən ibarət olan 2 detallı taxta çəkic burada göstərilib. Burada isə 3 detallı, yəni atlıq taxtadan, ayaq hissəsindən, daha sonra reykadan ibarət olan və mismar və yaxud da ki şurupla birləşdirən 3 detallı məmulat burada öz əksini tapıb. Biz yığma çertyojunu nə vaxt işləyirik? Yığma çertyojunu məmulat bir neçə detaldan ibarət olarsa, biz onun yığma çertyojunun təsvirini çəkirik. Burada da müəllimlər şəkildə qeyd olunub bucaqlığın yığma çertyoju. Burada bucaqlığın əsas görünüşü, yandan görünüşü və spesifikasiyası, əsas yazısı verilib. Əsas görünüşü, soldan görünüşü, spesifikasiya və əsas yazı. Bunlar bizə nə üçün lazımdır? Hansı ki,
bizə uyğunlaşdırma kimi qarşımıza çıxa bilər ki, verilən əsas yazı, əsas görünüş hansıdır, soldan görünüş hansıdır, spesifikasiya hansıdır, əsas yazı hansıdır. Ona görə bu şəkillərə diqqətlə nəzər salın və yadınızda saxlayın. Spesifikasiya biz bilirik ki, məmulat haqqında olan bütün məlumatlar orada öz əksini tapır. Yəni onun ölçüsüdür, adıdır, miqyası, daha sonra detalın adı, hansı materialdan hazırlanır, hamısı burada öz əksini tapır. Burada da bucaqlığın yığma çertyoju verilib, adı yazılıb, sayı, materialı və digər qeydləri. Daha sonra müəllimlər, biz nümunə kimi bucaqlığın yığma çertyojunu nəzərdən keçirdik. Bucaqlıq 90 dərəcəlik bucaq altındadır. Gördüyünüz kimi. Bir-birinə yapışqanla dəqiq yapışdırılmış tərpənməz dayaqdan. Baxın, bir-birinə dəqiq yapışdırılıb tərpənməz dayaqdan xəttkeşdən ibarətdir. Bucaqlığın dayağının baş hissəsində yuva var və xəttkeş həmin yuvaya geydirilib, yapışdırılıb. Bir daha nəzər salırıq. Baxın, bucaqlıq iki hissədən ibarətdir. Xəttkeşdən və dayaqdan. Bucaqlığın dayağının baş hissəsində yuva var, həmin yuvaya da xəttkeş yapışdırılıb. Yığma çertyojuna məmulatın quruluşunu təyin edən görüntülər təsvir edilib. Bucaqlığın yığma çertyoju iki görüntünün olması kifayətdir. Yəni əsas görüntü və soldan görünüşü verilib. Yəni çertyojda yığma çertyojuna əsasən iki görüntü, əsas və soldan görüntü qeyd olunub. Yığma çertyojunun aşağı sağ küncündə əsas yazı yerləşib. Əsas yazıda məmulatın yığılması üçün lazım olan ölçülər göstərilir. Bucaqlıq üçün ölçülər 150, 200 və 330 milli arasındadır. Birinci və ikinci detalların dəqiq 90 dərəcəlik bucaq altında birləşdirməsinə nəzarət etmək lazım gəlir. Bir daha qeyd edirəm. Əsas yazıda məmulatın yığılması üçün lazım gələn ölçülər göstərilir. Bucaqlıq üçün isə 150, 200 və 330 milli ölçü orada öz əksini tapıb. Daha sonra müəllimlər, baxın, 150 onun deyək ki, dayağının uzunluğudur. Daha sonra xəttkeşin uzunluğu 200 milli. Daha 30 milli də onların bir yerdə birləşən detalların eninin qalınlığıdır. Yəni burada verilənlər hamısı bucaqlığın qabarit ölçüləridir. Qabarit ölçüdəki verilən ölçülərin ən böyük və ən kiçik ölçüləri qabarit ölçülər adlanır. Əsas yazının üst tərəfində və ayrı vərəqlərdə yığma çertyojunun spesifikasiyası yerləşdirilir. Cədvəl şəklində tərtib edilir. Cədvəldə məmulatın bütün detalları sadalanır. Detalların adları, sayı, materialları qeyd edilir. Yığma çertyojunun oxunması zamanı əvvəlcə əsas yazının məzmunu, məmulatın adı, təsvirin miqyası, sonra isə məmulatın təyinat və iş prinsipi öyrənilir. Spesifikasiya üzrə detalların adı və onların hazırlandığı materiallar müəyyənləşdirilir. Detallar yığma çertyojunun bütün görüntülərində tapılır. Məmulatın forma və konstruksiyası, həmçinin detalların birləşdirmə üsulları və onların yığılma ardıcıllığı müəyyənləşdirilir. Yığma çertyojunun oxunmasına yazının spesifikasiyanın məzmununun öyrənilməsindən başlanılır. Belə deyək də, müəllimlər, spesifikasiya, əsas yazı, məmulatın haqqında olan bütün məlumatlar burada öz əksini tapır. Yəni onun adı nədir? Hansı hissələrdən ibarətdir? Neçə dənə detal sayı var? Onların birləşdirmə üsulu hansıdır? Hansı miqyasda verilir? Hansı materialdan hazırlanır? Onlar hamısı cədvəl formasında spesifikasiya və yaxud da ki, əsas yazıda öz əksini tapır. Onlar əsasında da biz detalları hazırlayırıq.